Bir çox səbəbi ola bilər məncə, amma düşünürəm səbəblərdən bəziləri odur ki, valideynlərin çox tələbləri, həmçinin də yeniyetmələrdə də ola bilər ki, yəni çox, necə deyim, biraz ailədə olan o təbii ki, adekvat qanunları pozmaq istəyi, yəni ki, misal üçün, hansısa vaxt qoyulub, məsəl üçün, saat 8-də evə gəl, 8-dən sonra gəlir, o artıq valideynə də narahatlıq yaradır, övladda da həmçinin. Yəni ki, empatiya, qarşılıqlı empatiya olmadığına görə, ailədə heç kim bir-birini dinləmədiyinə görə adətən bu cür hallar olur və stres yaranır istər-istəməz. Biz biraz fərqliyik, düşüncələrimiz, hər şey elə bilginən ki, tam fərqli insanlarıq. Mənim məsələn qızım məktəbdə müəllimədir, o danışır məktəbdən. Yəni yeniyetmələr indi işləmək çox çətindir, həddindən artıq çətindir. Mən məsələn sosial şəbəkələrdə rastlaşıram, müəllimləri elə bilginən ki, şey eləyirlər də, necə deyərlər, ittiham eləyirlər. Amma ki, mən bunlarla heç vaxt razı olmuram. Çünki yeniyetmələrlə valideynlər çox ciddi işləməlidirlər. Valideynlər onların tərəfini tuturlar və tərəf tutmaları da gətirir intihara çıxardır. Məsələn, qonşu deyə bilər ki, uşaqda mən bunu gördüm. Məsələn, müəllimə deyə bilər ki, mən bunu gördüm. Cəmiyyətdən nəsə ailəyə xəbərdarlıq oluna bilər. Amma ailə buna soyuq yanaşanda, uşağın səhvini ört-basdır eləyəndə bu gəlir intihara çıxır. Və bu sosial şəbəkələrdən, məsələn, bu TikTokdur, nə bilim, Instagram, Facebook. Məsələn, biz Sovet dövrünün insanları mədəni şəkildə, sivil şəkildə, müasirliyin altında indiki gənclər çox şey görürlər, amma elə deyil. Biz elə istifadə edirik, yəni maariflənirik. Amma orada çox şeylər var da, çox şeylər var. Gənclər, indiki gənclər deyəndə yeniyetmələr, özünü tanımağa doğru gedən yeniyetmələr ondan düzgün istifadə eləmirlər. Buna da ciddi nəzarət olmalıdır. Nəzarətin ən başında duran da ailədir. Ana, ata az diqqət yetirirlər uşaqlara, uşaqların mənəvi tələbatları nədir? Onlara düzgün tərbiyə vermək lazımdır. Çünki valideyn məşğul olur, indi də zamana elədi, bu sosial medialarda çox vaxt onlara önəm verirlər. Uşaq da diqqətsiz qalır. Hər şey təhsilin və mədəniyyətin üzərində qurulur. Və biz deyə bilmərik ki, burada müəllimlər günahkardır və yaxud valideynlər günahkardır. Mənə elə gəlir ki, dövlət qurumları bunu ciddi nəzarətə götürməlidir. Təhsil Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, dövlət səviyyəsində tədbirlər keçirilir. Məsələn, Xarı Bülbül Festivalı, Şuşada müxtəlif tədbirlər. Bilirsiniz, bunlar necə deyək, lazımlıdır. Dünyaya tanıtmaq üçün mədəniyyətimizi lazımdır. Amma gənclərimizin tərbiyəsi üçün, yeniyetmələrimizin təhsili üçün, mədəniləşməsi üçün, mədəni təhsili üçün yerlərdə, regionlarda böyük iş getməlidir. İnternet bağlanmalıdır. Çünki internetdə elə axmaq verilişlər verirlər, elə yəni ki, cavanlara uyğun olmayan videolar verirlər ki, onlar da, cavanlar da ona baxıb meylənirlər. Yəni hətta bunu uşaqlar da baxır. Yəni bu bağlansa daha yaxşı olar. Bəs belə də internet bağlansa, yəni dünya özü... İnternetin yox, ən çox TikToklar. Yəni internet... Zərərli sosial şəbəkələr. Zərərli sosial şəbəkə. İndi ola bilsin, mən fikrimi yaxşı deyə bilmədim. Elə kanallar var ki, yəni biabırçıdır. O bağlansalar daha yaxşı olar. Birinci oğlum, onları pozan telefondur. Telefona baxırlar, TikToklara, ora, bura, ona görə. İkinci də ki, mən çox belə heyflənirəm, yazıqlanıram. Olmaz belə. Səbəbi valideynlikdir, uşaqlar biraz pis şeydədir. Valideynlər tədbir neynəsin? Valideyn səhər-səhər göndərir məktəbə, işə, valideyn də işinə gedir. Nə bilsin ki, uşaq kimlərlə dostluq eləyir, ona görə.